Gəlmişəm mən başlasınlar. Ömür boyu kürək ağrılarından əziyyət çəkən bir adam kimi mənim də müalicəyə ehtiyacım var. Referans fizioterapiya mərkəzinin Mərdəkan filialında. Saçım, nədir problem? Mən ömür boyu, yəni özüm biləndə masajist idim. Mən biraz gərginləşən kimi, biraz əsəbləşən kimi bütün belim belə daşlaşır və bütün dost, tanış, nə bilim, tanımadığım adamlar, çəkilişdə nə bilim kimsə yalvarıram ki, ola bilər belimi dirsəklə və belə ömür boyu çəkən və mənə və başqalarına əziyyət verən bir şey var. Çünki artıq dostlarım da bezib məndən. Kiməsə deyirəm eləmirsə, elə bilən mənim pislik elədi. Dostlarım dedi. İndiki şeyde 10 günlük kurs eləyək. Tamam. Bu sizi bir 4-5 ay götürər. 4-5 ay içərisində sonra bir kurs yeni eləyərik. Normal mesela fizyoterapiyalar, bir de orada aerobik idmanlar verəcəklər sizə, onları edəcəksiniz. Daha çox yazıram. Bütün gün belə kompüterin qabağında belə bir gərgin şeydəyəm deyə, o da çox güman ki mənə təsir edir. Təbii ki. Belə başa düşdüm ki, biz doktor Ramazan Nəsirli ilə bir uzun yola başlayırıq. Ən azı hələlik 10 günlükdür. Sonra vəziyyətə uyğun olaraq davamına baxacağıq. Tək ki, özümü xoşbəxt hiss edim və istəyərəm hamı o, əgər kiminsə belə belində bu cür narahatlıqlar varsa, ondan qurtulsun. Elə yaşamaq çətindir. Mən müalicəyə başladım, şəxsən öz bədənimdə yoxlayıb nəticəni sizinlə paylaşacağım. Doktor, mənə düzəltməyə söz verirsiniz? Şüpheniz olmaz. Söz verin.